Xırdalan şəhəri 119 marşrutun üzərində Zəkamarketə yaxın bir ərazidə belə bir 3 otaqlı həyət evimiz çıxıb. Dostlar, hər vaxtınız xeyir olsun. Kısa bir videoyla qarşınızdayım, hər zaman olduğu kimi. Bura evimizin həyətidir. O görünən qırmızı qapı isə ümumi giriş darvazasıdır həyətə. Daxil olduğunda belə bir həyəti var. Evimizin təmirə ehtiyacı var. Daxil olaraq evimizə belə dəhliz hissəsidir. Sol tərəfdə belə bir geniş ölçüdə mətbəx hissəsi. Yenə deyirəm, evimizin təmirə ehtiyacı var. Burada isə belə bir geniş qonaq otağı mövcuddur. Evimizdə işıq, qaz, su var, daimidir. Kanalizasiya sistemi ümumidir. Hamısı işlək vəziyyətdədir. Qapılar göründüyü kimi üçü də yenidən qoyulmalıdır. Hal-hazırda var. Bugün sabah qapılar yerinə quraşdırılacaq. Bura isə evimizin ikinci bir digər otağı, valideyn yataq otağı sayılır. Böyük olduğu üçün buyurun təqdim edirəm. Evimiz xüsusi mülkiyyətli, kupça var, çıxarış əldədir. Bura isə belə bir ümumi sanitar qovşağı təqdim edirəm. Buyurun, baxın. Üçüncü digər otaq, yataq otağı. Göründüyü kimi bütün otaqların pəncərəsi öz həyətinə baxışı vardır. Buradan da hal-hazırda həyət görünür. Təkrar edirəm, xüsusi mülkiyyət, kupça əldədir. Ev sahibi tərəfindən start olaraq evimizin qiyməti 45 min manat təyin edilmişdir. Real alıcı olarsa ev sahibi tərəfindən endirim olacaqdır. Böyük bir həyəti var. Onu da deyim ki, arxa tərəfdə də, evimizin arxa tərəfində də belə bir həyəti vardır. Və oraya evin sol tərəfindən, yan tərəfindən keçməyə imkanı vardır. Sağ olun, gününüz uğurlu olsun. Allah satana da, alanda da xeyir versin.